Əziz izləyicilərimiz, bugün sizə Organika Gəncənin ən gözəl bazarlıqlarından olan Premium Gəncə səbətini göstərəcəyik. Müştərimizin istəyinə uyğun olaraq bütün məhsulların hamısının ən gözəli, ən seçilməsi yığılıb. Deməli, qəşəng narımız, nektarini, burada varımızdır, qəşəng ceri pomidoru, heyvası, təzə nüvgərlik heyvası. Sonra bazarlığımızda var qəşəng yedi limonu. Varımızdır burada qara gavalısı, qəşəng zoğalımız var. Şirin sulu şaftalısı, şirin sulu armudu, kişmiş üzümü var, Təbriz üzümü var, Dədəbaba sor seyrək salxım, qara üzümümüz var. Qəşəng burada varımızdır qara incilimiz, dəndən yığılıbdır. Hamısının ən keyfiyyətlisi, ən gözəli. Qırmızı pomidorumuz var, nadel pomidoru. Qəşəng burada varımızdır sonra yerli sort qəşəng qırmızı moruğumuz, toplasandı moruğu. Demək olar ki, hər şeyin ən keyfiyyətlisi, ən gözəli yığılır da bazarlıqların tərkibində. Burada var qəşəng fındığın ləpəsi, təzə bu ilki. Təzə fındıq ləpəsi qırılıb, təzə badam ləpəsi, sütüldür də, hələ təzədir, qurumuyubdur. Sonra burada varımızdır qoz ləpəsi, bütöv qırılıb, hazırlanıb gözəl qaydada. Hamısının ən keyfiyyətlisi, ən gözəli. Qəşəng təzə innavımız var. Gördüğünüz kimi bazarlıqda bütün məhsulların gözü gözəl işlənibdir ki, müştərimizə təhvil verilsin. Qəşəng seçmə iri sarı özbək kişmişi. Qəşəng burada var qara özbək kişmişimiz var burada. Türk püstəsi var, Antepdə deyirik buna. Deməli, ləpə çeşidlərimiz burada bitir. Sonra burada var tərəvəzlərimiz var. Sütül qarıqdalımız var burada. Badımcanıdır, bibarıdır, hamısı dəndən seçilib, yığılıb bir ki, hər şeyin gözəli geçsin. 2 cür xiyar var burada. Sonra burada varımızdır lobyası, badımcanı, bibarı, Gəncə göyləri içərisində tərxunu hamısının var və addelinə yenə tərxun qoymuşuq. Gözəl qaydada yenə hazırlanıb. Burada var qəşəng yağlı şorumuz. Qatıqdan hazırlanan nəhrə yağımız var. 3 balon qəşəng təzə bişirilən Gəncə döyğası. Yağlı qəşəng var burada inək pendirimiz, keçi pendirimiz, hər biri gözəl qaydada yığılıb, qablaşdırılıbdır, üzərində də qeyd olunub. Və burada varımızdır nəhrə şoru, camış qatığımız var, 2 qazan, camış südündən yığılan bu cür qabda qaymağımız, südün üzündən təzə yığılıbdır. Sonra burada var xalis inək xaması, süddən çəkilən qəşəng qoyun motalımız var, bu il təzə hazırlanmış. Kənd yumurtalarımız da yenə bu cür gözəl qaydada bükülüb ki, dağılmadan, qırılmadan müştərinin evinə çatsın. Ət məhsullarımızdan dananın qəşəng sümüksüz, yerli sort dananın körpə əti, yağsız, sümüksüz hazırlanıbdır. Gözəl qaydada kənd çolpalarımız kəsilib, təzə çöldə yetişən böyüyən kənd çolpalarımız və 2 ədəd də super kök əmlik quzumuz var ki, hansı ki, yerli sort, qəşəng kök, əti dadı çox əladır. Bazarlığımızın tərkibində bütün növ məhsulların demək olar ki, hamısı yer alıb. Elə bir bazarlıqdır ki, belə deyək də, hər şeyin ən gözəli, ən keyfiyyətlisi, seçməsi yığılıb, hazırlanıb və bugün müştərimizə təhvil veriləcək. Bir səbət bir yeşiklərdən ibarət olacaq. Organik yeşiklə səbətə yığacaq gördüyünüz bu bazarlıqlarımızı. Qəşəng burada şirin çörəyimiz var, çolda runun çörəyi var. Bunlar da təzə bişirilib, əla. Bugün müştərimizə səbətlərimiz, yeşiklərimiz təhvil veriləcək.